Bu videoda TikTok'da gördüyüm bütün həyat hilələrini test edirəm. Birinci videomuza baxaq. Deməli, bir stəkan suyun qıraqlarına 2 dənə pil qoyuruq. Və qasırğa kimi bir şey çıxır. Stəkanımızı götürək. Və bir dənə bunu dolduraq. Bəs eləyər bu qədər. Və suyumuz buradadır. Suyun qıraqlarına tutacaq. Bir ters, bir düz. Hayır dostlar, fake'dir, inanmayın. Birinci testimiz uğursuz oldu. Şimdi ikinci videomuza baxaq, görək ikincidə nə deyir. Deməli, bir dənə limondur, qulaq pambağını batırıb, nəsə yazıb. Şamda isidib, yazdığımızı qaralmış versiyonda görək bizdə olacaqmı? Yəni dostlar, bir dənə bizə belə vərəq lazımdır. Bir dənə də pambıq, yəni qulaq pambığı. O vaxtda bir dənə limonumuzu götürək. Limonumuz da burada da gördüyünüz kimi. Belə batırıq dostlar. Məncə bəs eləyər belə. Dostlar, indi isə yazırıq nəsə. Tutmaq da lazımdır. Y U T. Buradakı olmadı. Neyse, beləsinə də U yazdıq. Deməli dostlar, yazmışıq buradadır. U indi qoyaq. Bir dənə şamımız var belə. Bunu bir dənə yandıraq. Həmin alt tərəfdən də həmin yerin üstünə yandırırdı deyəsən dostlar. Bilmirəm indi olurmu? Dostlar, bu testimizdə uğursuz oldu. Keçək 3-cü testimizə. 3-cü videomuza baxaq. Görək 3-cü videomuzda. Deməli bir dənə adaptörü soktu çıkardı ve şarj prize takılı olmadığı halde şarjın ucunu telefona takınca otomatik Deməli dostlar, adaptörü şarj yerinə tağıb çıxardı. Telefona taxandan sonra zərəkə yığarmış. Görək bu düzdürmü? Deməli, tez olduğu kimi taxdım. Oha, düzdür dostlar, Allah haqqı. Gəldi, heç bir qurma yoxdur yəni, amma yığmır. Sadəcə gəldi, getdi. Dostlar, deməli 3-cü testimiz uğurlu oldu. Keçək 4-cü testimizə, keçək görək nə olur. Deməli yenə adaptörü kartofa taxırıq. Və telefon bateriya yığır. Deməli dostlar, getdim bir dənə kartof, adaptörün zincəkidir. Bir dənə telefon. Taxırıq. Gördüyünüz kimi taxıldı. Adaptör taxaq. Görək olacaqmı testimiz. 2 3 taxdım. Və gördüyünüz kimi alınmadı. Və dostlar, 4-cü testimizdə gözlədiyim kimi uğursuz oldu. Və videomuz yəni bura qədər idi. Bunun davamını istəyirsinizsə kanalımıza abunə olub tam bu videoya 70 bəyəni gəlsə ikinci bölüm gələcək. Nəysə, abunə olun, gələn videoda görüşərik. 30 gündə 30 video atıram, challenge-dan tam 5-ci gündəyik video atmağa. Sizə dəstək üçün sadəcə kanalımıza abunə olub videomuzu bəyənin.